Herkese salam. Bugün sizinle birlikte Azərbaycanın milli mətbəxindən olan qutab hazırlayırıq. Xəmiri üçün 1 kiloqram un, 1 yemək qaşığı duz, biraz isə quru maya əlavə edib iliq su ilə yoğururuq. Xəmirin biraz mayalanması üçün üzərini yaxşıca örtüb dincəlməyə qoyuruq. Daha çox belə videolar üçün kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Göyərtləri isə yaxşıca təmizləyib, yuyub bir dəsmalın üzərinə səririk ki, suyu yaxşıca çəkilsin. Burada istəyinizə görə istədiyiniz göyərtiləri istifadə edə bilərsiniz. Biz keşniş, şüyüd, ispanaq, soğan və digər həyat otlarından istifadə etdik. Göyərtilərin biraz suyu çəkiləndən sonra onları balaca doğramağa başlayıram. Göyərtiləri doğrayıb bitirdikdən sonra yaxşıca qarışdırırıq və üzərinə biraz duru yağ əlavə edirik ki, qutabımız quru olmasın. Duzunu isə qutabı hazırlayarkən əlavə edirik ki, göyərtilərin suyu çıxmasın. Xəmir hazır olduqdan sonra isə kündələrə ayırırıq və hər bir kündəni yaxşıca yoğururuq. Qutabları tavanın ölçüsünə görə açıb hazırlayırıq. Tavanı isə qazda əvvəlcədən yaxşıca qızdırırıq. Tavada hər iki tərəfini bişirib, sonradan kər yağı ilə üzərini yağlayacağıq. Qutabları bu qayda ilə hazırlasanız, sizdə də çox gözəl alınacaq. Kim hazırlayırsa nuş olsun. Videonu bəyənməyi və rəylərdə fikirlərinizi yazmağı unutmayın. Gələn videolarda görüşənədək.